A və B çox ədədlərinin qüvvətləri uyğun olaraq M və N olarsa uyğunluğu müəyyən edin. Burada deməli birinci götürsək AB-nin diri kvadratı çox ədədlisinin qüvvəti 15-ə bərabərdir. Deməli 1 A-nın qüvvətini götürən bir dənə M üstə gəlsin B-nin də kvadratıdırsa N-disi qüvvəti olacaq 2N bərabərdir 15-dir. Şərti ödənməlidir. Baxıram. 5 üstə gəlsin 2 vur ödəməz. 6 üstə gəlsin 5 vur bu da ödəməz. 3 ödəyəcək. 5 üstə gəlsin 2 vur 5. Bu 15 edir. Deməli birinciyə uyğun gəlir. Daha doğrusu 3'e uyğun gəlir A variantı. Digərini yoxlayaq, B variantını yoxlayaq. A üstə gəlir B kvadratı ifadəsinin çox ədədlisinin qüvvəti 12-yə bərabərdir. Burada dərəcəni biz hansının dərəcəsi çoxdursa onu götürürük. Ya A'nın dərəcəsi 12 olmalıdır, ya da 2M. 2N bərabər olmalıdır 12. Buradan da N bərabərdir 6 alarıq. N 6 olsun və M'dən böyük olsun. Yəni bu ikinciyə uyğun gəlir. 2'ye uyğundur, 1'e uyğundur. B variantı. Digər variantı yoxlayım. A kvadrat üstə gəlsin B. Çox ədədlisinin qüvvəti 12'ye bərabərdir. Deməli 2M üstə gəl. Bunu götürməliyik ya da B'nin qüvvətini götürməliyik N'i. Çox ədədlinin qüvvəti 12'ye bərabərdir. Deməli burada 2M 2 orasını 6 12 eləməlidir. Yəni C variantı da 2'ye uyğundur. Sonra D variantına baxaq. A kvadrat vur B. Yəni 2M üstə gəlsin N bərabərdir 16'ya. 2 vurulsun 5 üstə gəlsin 6. 5 və 6 birinciyə uyğundur. D variantı. Sonra A kvadrat üstə gəlir B kvadrat ifadə çox ədədlisinin qüvvəti 10'a bərabərdir. Deməli A üstə 2 B üstə 2. Burada beləsi olmayacaq. Çünki 5 və 6 5 və 6 veriblər. Yəni 10 olsa bunda 6'nı 2'ye vursam beləcək 12. Ya da bunu götürsəm 6 yenə 12 10. Deməli Y heç birinə uyğun gəlmir.